Mən Məmmədov İlham 1988-ci ildə Zəngilan rayonundan anadan olmuşam. 1993-cü ildə müharibədən sonra məcburi köçkün düşmüşük. 130 ilə yaxın Bakıda yataqxanada məskunlaşmışıq. 2020-ci ildə Vətən müharibəsi başlayıb və torpaqlarımız işğaldan azad olunub. Allah cənab prezidentimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin. 2025-ci ildə bizə Zəngilan rayonunda işğaldan azad olunmuş ərazilərdə tikilən evlərdən bu ev mənə təqdim olunub. Biz 2025-ci il noyabr ayının 24-də bura köçmüşük. Mən ailəmlə burada məskunlaşıram, burada yaşayırıq. Övladlarım da burada məktəbə gedirlər, 2 övladım var. Mən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin təmirçi çilingəri çalışıram. Bu işə mənə Dövlət Məşğulluq Agentliyi köməkçilik etdi. Mən bura gəldiyim zaman işlə bağlı müraciət elədim. Çox sağ olsunlar, yüksək səviyyədə bizə xidmət göstərdilər, məni işlə təmin etdilər. Mənə Dövlət Su Agentliyində belə bir işin olduğunu təklif elədilər. Bir neçə aydır işlə təmin olunmuşam. İş saatim səhər saat 9-da başlayır, axşam saat 6-ya qədər. Bu ərazimizi gəzirik. Mən Məmmədbəyli və Ağalı kəndinə hal-hazırda. Orada baş verən qəzaları bizə məlumat gəlir, siqnallar gəlir. Yəni biz onları qrup şəklində aradan qaldırırıq. Əhalimizin daimi içməli su ilə təmin olunmasına biz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi olaraq əlimizdən gələni edirik ki, kənd sakinlərimiz daimi təmiz su ilə təmin olunsun və fasiləsiz olaraq xidmət göstəririk.